Mağaza bağlanır diye bütün məhsullar zərərinə satılır. Bura bizim Blue Mall filialımızdır. Gördüyünüz bütün yaz yay kolleksiyasını depodan gətirdik. Hissə-hissə gətiririk. Niyə bu qədər uzun çəkir, niyə bağlanmır deyənlərə onu demək istəyirəm ki, depoda olan, baxın, bu mağaza 145 kvadratlıq mağazadır. Bir bu boyda da bizim depomuz var. 5000'ə yaxın ayaqqabı var. Yəni mağazada olan mallar və depoda olan mallar bitəndən sonra artıq mağaza bağlanacaq. Bu mallar cəmi 30-50 manat civarındadır. Kifayət qədər model var. Və baxın, artıq depoda, burada mağazada olan modellər bitdikcə depoda olan modelləri də gətiririk. Və bunlar hamısı bitəndən sonra artıq mağaza bağlanacaq. Baxın, bu cür modellər təmiz təbii dəri model Türkiyə istehsalıdır. Cəmi 50 manata, 30-50 manat civarındadır bu modellər. Model kifayət qədər çoxdur. Eyni zamanda Tony Biologi çantaları da hal-hazırda 50% endirimdədir. Və sport modellərimiz var kifayət qədər. Sport modellərimiz isə 50 manatdır. Hamısı təmiz təbii dəri Türkiyə istehsalı modellərdir. Sizə bir şey göstərim. Çox yazırsınız altda ki, mağaza bağlanmadı mı, nə oldu mu? Artıq bağlanır. Bütün demək olar ki, Blue Mall artıq bağlanır. Baxın, artıq ofis eləyirlər. Baxın, Pepco'dur, bağlıdır. Bazellidir, bağlıdır. Baxın, qabaqda orada mağazalar artıq ofis eləyiblər və bütün Blue Mall bağlananda biz də məcbur bağlayırıq.